Salam dostlar, Nicat Xaç kanalıma xoş gəldiniz. Bu videoda çox adamın seçimdə qaldığı iki maşın müqayisə edirik. Hyundai Accent və Kia Rio. Eyni sinif, oxşar qiymət, oxşar mühərriklər. Amma real istifadədə hansı daha məntiqlidir? Videonun sonunda bunu aydın şəkildə biləcəksiniz. Hər iki model Azərbaycanda çox yayılıb. Şəhər üçün rahatdır. Ehtiyat hissələri tapılır. Yanacaq sərfiyyatı normaldır. Yəni kağız üzərində bənzər görünürlər. Fərq detallarda ortaya çıxır. Dizayna baxdıqda isə Hyundai Accent daha sakit və klassik dizayna malikdir. Göz yormur, ailə üçün uyğun görünüşü var. Kia Rio isə daha sportivdir. Ön hissəsi daha aqressivdir. Ümumi görünüşü cavan maşın təsiri bağışlayır. Dizayn sənin üçün önəmlidirsə, burada Rio biraz üstünlük qazanır. Salon və rahatlıq. Aksentin salonu daha geniş və rahatdır. Oturacaqlar yumşaqdır. Uzun sürüşdə yorucu olmur. Arxa oturacaqda biraz daha az genişlik hiss olunur. Rio'nun salonunda isə daha yığcamdır. Rahatdır, amma Accent qədər geniş deyil. Əvəzində sükan arxasında sportiv hiss verir. Mühərrik və sürüş. Hər iki maşında əsasən 1.4 litrli və 1.6 litrli benzin mühərrikləri rast gəlinir. Əlavə olaraq 1.5 litrli dizel mühərrikləri də var ki, hansı turbo mühərriklərdir. Kia Rio sürüşdə biraz daha çevikdir. Qaz verəndə tez reaksiya verir, şəhər içində daha canlı hiss etdirir. Hyundai Accent isə sakit sürüş üçündür. Komforta oynayır, tələsməyi sevmir. Daha stabil və rahat idarə olunur. Yanacaq sərfiyyatına gəldikdə isə bu hissədə ciddi fərq yoxdur. Hər ikisi şəhər şəraitində təxminən 7-8 litr yanacaq sərf edir. Normal sürüləndə qənaətçildir. Servis və saxlama xərcləri. Hyundai Accent'in üstün olduğu yer buradır. Ehtiyat hissələri daha ucuzdur və hər yerdə tapılır. Ustaları da bu maşını yaxşı tanıyır. Kia Rio'da problem yoxdur, amma bəzi detallarda Accent daha sərfəli çıxır. Nəticəyə gəldikdə isə qısa və aydın desək, rahatlıq, sakit sürüş və ucuz saxlama istəyirsənsə Hyundai Accent. Biraz daha canlı sürüş və sportiv görünüş istəyirsənsə Kia Rio. Hər ikisi də pis seçim deyil. Əsas məsələ sənin sürüş tərzin və gözləntindir. Fikrinizi şərhlərdə yazın. Accent yoxsa Rio? Videonu bəyəndinizsə like atın, kanala abunə olun. Növbəti videolarda görüşənədək.